3 və daha çox uşağı olan analara pensiyaya 5 il daha tez çıxmaq imkanı verilməsi dövlətin çoxuşaqlı ailələri stimullaşdırmaq istiqamətində atdığı mühüm sosial təşviq addımı kimi qiymətləndirilə bilər. Bu qərar həm ailə institutunun güclənməsi, həm də ölkədə doğum səviyyəsinin müəyyən qədər artması baxımından pozitiv təsir göstərə bilər. Oxu24.com xəbər verir ki, bunu Demokrat Azı açıqlamasında sosioloq Sevinç Qasımova bildirib. Onun sözlərinə görə qəbul olunacaq belə bir güzəşt yalnız sosial siyasətin genişləndirilməsi kimi yox, həm də gələcək demoqrafik inkişafı hədəfləyən strateji addım kimi dəyərləndirilə bilər. Sosioloq vurğulayıb ki, bir çox ölkələrdə çoxuşaqlı ailələrə müxtəlif imtiyazlar verilir və bu uzunmüddətli perspektivdə əhalinin yaşlanmasının qarşısını almağa xidmət edir. Sevinç Qasımova diqqətə çatdırıb ki, reallıqda ailələrin uşaq sayına təsir edən əsas amillər sosial təminat, iqtisadi sabitlik, mənzil problemi və qadınların əmək bazarındakı vəziyyəti ilə bağlıdır. Yəni təkcə pensiya güzəşti ailələrin çoxuşaqlı olmağa qərar verməsində həlledici motivasiya yarada bilməz. Xüsusilə gənc nəsil daha çox maddi sabitliyə, iş imkanlarına, həmçinin uşaqlarına keyfiyyətli təhsil və səhiyyə xidməti təmin etməyə üstünlük verir. İnsanlar ilk növbədə gündəlik iqtisadi yükün azaldılmasını, sosial təminatın gücləndirilməsini və yaşayış şəraitinin yaxşılaşdırılmasını nəzərə alırlar. Sosioloqun sözlərinə görə buna baxmayaraq belə bir güzəştin tətbiqi cəmiyyətdə çoxuşaqlı ailələrin nüfuzunun artırılması, anaların sosial statusunun gücləndirilməsi və dövlətin ailə institutuna verdiyi dəyərin nümayiş etdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. O əlavə edib ki, bu mexanizmin real effekt verməsi üçün kompleks sosial tədbirlər də vacibdir. Uşaq pulu ilə bağlı məsələlər, mənzil proqramları, iş yerlərinin artırılması və qadınların karyera imkanlarının dəstəklənməsi kimi istiqamətlər də paralel inkişaf etdirilməlidir. Əgər bu qərar digər sosial layihələrlə birlikdə tətbiq olunarsa, həm ailələrin rifahına, həm də ölkənin demoqrafik vəziyyətinin sağlam şəkildə formalaşmasına müsbət təsir göstərə bilər, deyə sosioloq qeyd edib.